Əgər bura gəlmək istəyirsinizsə, onu bilin ki, dövlət sizə dəstəkdir. Bir müddət dəstəkdir. Ta ki, sən ayaqlarının üstündə durana qədər. Haçan ayaqlarının üstündən durarsan, ev pulu da verir, işıq pulu da verir, uşaq pulu da verir. Əsəb sistemlərin pozuldu. Ev pulu verir, işıq pulu verir, yemək pulu verir, uşağımın bağça pulunu da verir. Haçan ki, həkim pulu da verir. Haçan ki, sən ayağının üstündə durdun, devlət əlbi çəkir sənin üstündən. Deyir ki, okey, sən artıq yetərli qazanırsan, özün dolana bilirsən. Gün gələsən, yenə işsiz qalasan, buranın devləti yenə əlini atır sənin üstü və deyir ki, mən sənə dəstəyəm də, başa düşün. Ta ki, sən özü iş tapanacan, nə bilim, özünü dolandırana qədər də. Yəni, ona görə mən deyirəm ki, Almaniyada kasıb deyə bir şey yoxdur. Kasıb sözü deyə bir şey yoxdur. Orta yaşayış var, imkanlı yaşayış var. Bir də burada o məni saxlaya, bu dayday məni saxlaya, o daydayın puluna. Burada ona ehtiyac yoxdur. Yəni bəzi qızlar fikri bizdə varsa gələrəm bir dənə oğlan məni saxlayar, oğlan məni dolandırar. Burada elə dünya yoxdur. Yəni sizi saxlamağa ehtiyac yoxdur. Özünüz gecəsiz, işləyəcəksiniz, qazancaqsınız. Uzağı işləməyəcəksiniz, devlət sizi dolandıracaq. Mən 3000 manat ən aşağı maaş deyirəm, manat. 1500 evro biz deyirik, siz avro deyirsiniz. Ən aşağı maaşdır. Yəni elə adam var ki, burada 4000 qazanır evro aya. Elə adam var ki, aya 10.000 qazanır. Elə adam var ki, aya 8000 evro qazanır. Yəni 16.000 qazananda var, manat deyirəm. 20.000 manat qazananda da var, 10.000 manat qazananda var. Baxır kim harda nə işləyir.